Dostlar, hamınızı xoş gördük. Bugün seninle birlikte 3-cü sinif Azərbaycan dili dərsindən səhifə 45-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 45-də idi. Qaydaları. 3 tapşırığında deyir ki, nöqtələrin yerinə uyğun köməkçi sözü seçin. İstifadə üçün köməkçi sözlər çünki, amma və. 1. Dava təbili vuruldu və pəhləvanlar meydana çıxdılar. 2. Heç kim ağ atlı oğlanı tanımadı, çünki o üzünə niqab bağlamışdı. 3. Dəmirbilək pəhləvan çox çalışdı, amma ağ atlı oğlana güc gələ bilmədi. Bunları bilməliyik. Mürəkkəb cümlədə vergül və bağlayıcılar. Mürəkkəb cümlənin tərkib hissələri arasında vergül işarəsi və köməkçi sözlərdə istifadə olunur. Belə köməkçi sözlər bağlayıcı adlanır. Məsələn, 1. Göy guruladı, guruldadı, yağış yağdı. Burada bağlayıcı vergüldür. 2. Göy guruldadı və yağış yağdı. Burada vədir. 3. Həsən dərsi izah etdi, lakin Səlim anlamadı. 4. Güləş ətrafı əvvəlki kimi isitmirdi, çünki qış gəlmişdi. Görürsünüz, burada lakinin qabağında, çünkinin qabağında vergül qoyulur, amma vəli qabağında yox. Burada ammanın da qabağında bizdə gördük ki, burada Dəmirbilək pəhləvan çox çalışdı, amma ağ atlı oğlana güc gələ bilmədi. Gördünüz? B. Tərkib hissələri arasında bağlayıcı işlənən mürəkkəb cümlələri seçin. Biz birincini oxuyaq. Zəng vurulur, şagirdlər sinifə daxil olurlar. Burada hansısa bağlayıcı var? Xeyr, yoxdur. Çünki bağlayıcılar vədi, lakindir, çünkidir, ammadır, ancaqdır və s. Bunlardır bağlayıcılar. Yəni vergül bağlayıcı deyil, durğu işarəsidir. Ona görə bir yox. 2. Yaz gəlmişdi, ancaq havalar hələ də isinməmişdi. Burada ancaqdır. Mən bunun üstündən belə bir dənə çəkim belə. Aha, bu bağlayıcı burada var. 3. Sara çox sevinirdi, çünki atası cəbhədən qayıtmışdı. Bu da. Çünki burada çünki bağlayıcısı var. 4. Şairlər bu haqda şeirlər yazır. Bəstəkarlar mahnılar bəstələyirlər. Burada yoxdur bağlayıcı. Nənə nağıl danışır. Uşaqlar onu dinləyirdilər. Burada da yoxdur. Yalnız 2 dənə cümlədə. Yaz 2 və 3-cü burada mürəkkəb cümlədir. Baxın, burada həm də deyir ki, mürəkkəb cümlə. Baxın, yaz gəlmişdi bir cümlə, havalar hələ isinməmişdi bir cümlə. Oradakı ancaq bağlayıcıdır. Bağlayıcı cümlədən sayılmır. Ona görə də 2 və 3-dür. Diqqət et. Amma, ancaq, lakin, çünki ona görə də bağlayıcılarından əvvəl vergül işarəsi qoyulur. Gördünüz, vergül işarədir, bağlayıcı deyil. Qoyulur və bağlayıcısı isə vergülsüz işlənir. Bəli, vergülsüz işlənir, gördük burada. Dava təbili vuruldu və pəhləvanlar meydana çıxdılar. Sonra keçək C tapşırığına. Nöqtələrin yerinə bağlayıcılar əlavə etməklə cümlələri köçürün. Uyğun yerlərə vergül işarəsi qoyun. 1. Payız gəldi, quşlar isti ölkələrə uçub getdilər. Payız gəldi və quşlar isti ölkələrə uçub getdilər. 2.
Neyse. 2. Hava çox soyuq idi. Ee, Ona görə də ovçu qalın kürkünü geyindi. Ona görə də olar burada. Həm də dedi ki, bizə nə dedi? Dedi, vergül işarəsi qoyun. Deməli, vergül işarəsi qoyun. Deməli, 2 hava çox soyuq idi. Vergül, burada baxın, vergül işarəsi olmalıdır. Vergül işarəsi olmalıdır. Çünki burada gördüyünüz də qayda var. Vergül işarəsi qoyulur. Ona görə də amma, ancaq, lakin, çünkidən əvvəl vergül bağlayıcısı qoyulur. Burada vergül olmalı ikincidə, ona görə də. Vergül, ona görə də. Hava çox soyuq idi. Vergül, ona görə də ovçu qalın kürkünü geyindi. 3. Qılınc yarası sağalar. Vergül. Yazaq. Belə. Qılınc yarası sağalar. Vergül. Amma söz yarası sağalmaz və ya ancaq. Fərqi yoxdur. Və ya lakin. Fərqi yoxdur. Bunların hamısı eyni mənanı verir. Sonra 4. İlki tez sağaldı. Həkim düzgün müalicə etmişdi. İlki tez sağaldı, vergül, çünki həkim düzgün müalicə etmişdi. Gördünüz, burada çünki olmalıdır. Bunu başqa yerə eləyək. Aha, mavi. 5. Fırtına getdikcə güclənirdi. Normaldır burada, baxaq. Amma, ancaq, lakin, çünki ona görə də gəl yoxlayaq. 5. Fırtına getdikcə güclənirdi, amma balıqçılar dənizə çıxmadılar. Bu olmaz. Ancaq da eyni şəkildə olmaz, lakin də çünki eyni mənanı verirlər. Çünkiyə keçək. Fırtına getdikcə güclənirdi, çünki balıqçılar dənizə çıxmadılar. Balıqçılar dənizə çıxmayanda fırtına güclənir, yox. Ona görə də nə olar? Ona görə də elə olar. Baxın, fırtına getdikdə güclənirdi, ona görə də balıqçılar dənizə çıxmadılar. Gördünüz, bu ilə qəşəng gəldi. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!